Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Lalə Məmmədova vəsiyyətini açıqlayıb. Xəbər verilir ki, müğənni Söhbət Var proqramında bu haqda danışıb. O bildirib ki, yaşlanandan sonra efirə çıxmayacaq. Vəsiyyət etmişəm ki, yaşlı vaxtı məni efirə qoymayın. Amerikada belə Trumpın kefinə nə düşdü, o qərarı verir. Deyirəm ki, bu yaşdan sonra evində oturub dincəlməli idi. İndi məni də Maduro, Venezuela prezidenti Nicolas Maduro kimi gəlib aparacaqlar. Müğənni Ülviyə Namazova sosial media hesabında paylaşım ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi ad çəkmədən ultimatum göndərib. Şükürlər olsun ki, hələlik kimsədən borc almamışam. Nə də başqasının ərinin pulu ilə özümü yıxdırıb tanınmamışam. Susuram, amma siz qaşınırsınız. Dilinizi dinməz yerinizə qoyun deyə Ülviyə bildirib.